Deməli, yaydan yük asılı, düzdür. Deməli, 2 kiloqram yük asılı. Yayın sərtliyi 700. Təcili bizə verib, bizə yayın uzanmasını istəyir, x. Biz bilirik ki, yaydan asılmış yükə neçə qüvvə təsir edir? 2. 2. Ağırlıq və dartı. Ağırlığı, bir də dartı yox. Bir də hansı? Elastik. Elastik. İndi bu cisim yuxarı gedir də. A təcili ilə yuxarı gedir, o da təcil. Onda hansı qüvvə böyükdür? Yuxarı gedirsə, ağırlıq, mg. Elastik qüvvə Elastik. hansıdan böyük? Deməli, MA bərabərdir KX minus MG. Əvəzləyicini tapanda əks qüvvətsə böyükdən kiçiyi nə edirəm? Çıxırıq. Deməli, buradan mən KX-i tapsam, olacaq M, A üstə gəlsin J. Buradan da X-i tapsam, olacaq M, A üstə gəlsin J bölünsün K. Bərabər. M bizə verib, deməli, M-i verib bizə 2 kiloqram. J-ni verib, deməli, J 10-dur. Təcil 4, 14. Bölünsün, bu da 700. Sərtliyimiz də 700. Deməli, 2 vur 14 bölünsün 700. 14 ilə 7-ni ixtisar aparıram, burada 2 qalır. 4 bölünsün 100. 0,4 metr. Bunu da santimetrə çevirsəm 4 santimetr. Tamam.